Bizim yollarımız pis gündədir, çox əziyyət çəkirik. Bizim hardasa bir 10 ildir qalırıq burada, yollar pis gündədir. Cəmaət zülüm çəkir, Quran haqqı, zülüm çəkirdi oradan. Yolu görmüsünüz də, hə? O yoldan valla gedib gəlmə bax bizi yığıb bura. Barometrin qaynar xəttinə bu dəfə Maştağa qəsəbəsi Nizami küçəsində yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Vətəndaşlar bildirirlər ki, onların yolları bərbad vəziyyətdədir. Kanalizasiya sistemləri yoxdur. Biraz yağış yağan kimi uşaqlar məktəbə gedib gəlməkdə çətinlik çəkirlər. Təzə motosikletdir, 8 kilometr gedib. 2 gündən bir qayqaları bərkidirəm. Heç nə. Vallahi. İmkanınız varsa düzəldin də bu yolları. Cəmaət zülüm çəkir, Quran haqqı, zülüm çəkirdi oradan. Yolu görmüsünüz də, hə? O yoldan valla gedib gəlmə bax bizi yığıb bura. Çətin, çox çətin. Elə bir yiyəsizlikdir. Allah haqqı. Belə bir dövrdə, belə bir yolu adam baxanda həyata nifrət eləyirlər. Belə yolumuz var. Belə hökumətin belə yolu valla inanmıram mən. İnanmıram. Bu cür hökumətin belə yolu var. Bu yola baxanlara düzəlsinlər bunun da. Cəmaət əziyyət çəkir. Suya görə, zada görə, valla. Ne deyim, vaqızım. Çox əziyyət çəkirik, valla. Bizim yollarımız pis gündədir, çox əziyyət çəkirik. Bizim hardasa bir 10 ildir qalırıq burada, yollar pis gündədir. Uşaqlar dərsə gedib gələ bilmir. Vəziyyət yaxşı deyil, xahiş edirəm. Yuxarıdakılardan yollara baxsınlar, xahiş olunur. Şikayətimiz ondan ibarətdir ki, birincisi kanalizasiya sistemi yoxdur. Yağışlar, quruntu suları keçilməz vəziyyətdə olur. Bir müddət öncə olan yağışlardan məlumdur ki, ölkə sarsıldı. Onunla bərabər Maştağa qəsəbəsində bizim yaşadığımız ərazidə də bir çox evlər suyun altında qaldı. Yollar keçilməzdir. Maşını olan maşından bir təhər keçir, amma uşaqlar məktəbə gedir, xəstəsi olan var. Təcili yardım gəlib buradan o yana, nə də bu yana keçə bilmir. Yolun bərbad durumu olmasından irəli gəlir bu da. Yəni aidiyyatı qurumlardan xahiş eləyirik ki, yolun çəkilməsində bizə dəstək göstərsinlər. Mövzu ilə bağlı Sabunçu rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məlumat üçün nəzərinizə çatdırırıq ki, rayonun bütün qəsəbələrində olduğu kimi Maştağa qəsəbəsində də qəsəbə daxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Maştağa qəsəbəsi Ələbbas Qədirov küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin investisiya proqramına salınması üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdur. Xahiş edirik nəzərə alasınız.